əziz müəllimlərimiz və abituriyentlərimiz, sizləri xoş gördük. Fizika müəlliməniz Könül Əliyeva yeni DİM 2025 fizika test toplusundan mexaniki rəslər və dalğalar başlığının yaylı rəqqasların testlərini izah etməyə çalışacağam. Birinci sualımızdan başlayırıq. Yaya bağlanmış cismin dartılaraq A nöqtəsinə gətirib buraxandan sonraki sərbəst hərəkət necə hərəkət olacaqdır? Deməli, bilirik ki, bu bizim yay, yəni prujinumuzdur. Prujindan bax bu tərəfə bir dənə arabacığı gətirmişəm, A nöqtəsinə qoymuşam. Bu da arabacıqdır. İndi buradan əlimi çəkirəm kənara. O zaman həmin bu arabacıq sola, sağa dığıranacaq. Həm sola, həm sağa gedəcək. Yəni bunun da eyni təkrarlanan hərəkəti adlanacaqdır rəqsi hərəkət. Yəni bir C variantına gedəcəkdir. İkinci sualı bilməkdən öncə biz birinci bilməliyik ki, bu hansı enerjilərimiz harda olacaqdır. Deməli, ümumiyyətlə bilirik ki, kinetik enerjimiz sürətlə, impulsla əlaqəli olan düsturlardır ki, kinetik enerjimizin düsturun biri mv'nin kvadratı bölü 2, digər düsturumuz pv bölü 2, digəri də p'nin kvadratı bölünsün 2m'dən ibarətdir. İndi potensial enerjimizə baxıram. Əgərlərim yaydan söhbət gedirsə, yəni yay, prujin məsələlərindən söhbət gedirsə, potensial enerjimizin düsturu kx kvadratı bölünsün 2, fx bölünsün 2, bir də f'in kvadratı bölünsün 2k'dan ibarətdir. Bu nə zaman yazılacaqdır? Yaydan söhbət gedərsə. Bir də var yükün, cismin potensial enerjisi. O zaman cisimnin yükün potensial enerjisindən söhbət gedərsə, bu mgh-dan ibarət olacaq. Cisim, yükdən söhbət gedərsə, bunlar olacaq. Bir də ümumiyyətlə yadımıza saxlamalıyıq ki, tam enerjimiz həmişə kinetik enerjimizlə potensial enerjimizin cəminə bərabərdir. Bax, bunları biləndən sonra bu kimi testləri yazmaq bizə rahat gələcəkdir. Bir də onu deyim ki, əgərlərim hardasa üstəgəl görürsənsə, o tam enerji olacaq. Nəyə görə? Çünki bax, düstura fikir ver. Kinetiklə həmişə potensial enerjinin cəmi bizə tam enerjimizi verəcəkdir. Yəni onda ikinci sualımız D variantına gedir. Bax, bu ifadəmiz F kvadrat bölünsün 2K-da bu potensial enerjidir və sarı rəngdə olanda PV bölü 2, bu da kinetik enerjimizdir. Ona görə kinetiklə potensialın cəmi bizə tam enerjimizi verəcəkdir. Bir də onu mən qeyd edim ki, bax, hansısa enerjinin ayaqlarında heç nə yoxdursa, bu özləridir. Amma ayaqlarına götürsək, maksimumu atsaq, o zaman bu artıq bir enerji, bir fizik qiymətin maksimum olmağı, kinetikin də maksimum olmağıdır ki, və bir enerjimizin maksimum olmağı onu gətirib tam enerjiyə verəcəkdir. Misal üçün, kx kvadrat bölünsün 2 ayağına m atsaq, fx m, bunların ayaqlarına m'lər, yəni maksimumlar atırıqsa, onda potensial enerji gəlir pik nöqtəsinə çatır, maksimum olur. Yenə də deyirəm, bir enerjimizin maksimum olmağı gətirib onu tam enerjiyə çevirmiş olacaqdır. Və bir də yükün potensial enerjisi mgh deyilmi? Balaca h-dır. Amma maksimum h olsa, yəni h maksimal qalxsa, o zaman yenə potensial enerjimiz maksimum olur və bu da könül olur tam enerji. Qısacası, ya kinetik enerjimiz, ya da potensial enerjimizin fizik kəmətlərin ayaqlarında maksimumlar yazılırsa, bunlar könül olur tam enerji və yaxud da bir enerjimizin maksimum halına gəlir çıxır ki, o da yenə bizə tam enerjimizi verəcəkdir. Və bunları bilərək artıq biz yola çıxa bilərik. İndi baxırıq buradan üçüncü testimizə. Gördük ki, kx kvadrat bölünsün 2, bu ifadəmizdə görürük ki, potensial enerjimizdə. Potensial enerjidirsə, bunun bu ayağına potensial enerji yazıram və bu ifadə isə kinetik enerji olacaqdır. Kinetiklə də potensialımızı yenə cəmləsək, olur tam enerji. Yenə qeyd edirəm. Cəm gördünsə, bilməlisən ki, bu sənin tam enerjin olacaqdır. Yəni, üçüncü sualımız burada olur B variantı. Dördüncü sualımızda yenə cəm gördüksə, demək ki, bu tam enerji olacaqdır. Və bu ifadəmiz fx bölü 2 potensial enerji, bu isə kinetikdir. Potensialla da kinetikimizin cəmi tam enerji olaraq dördüncü sual C variantına gedir. Beşinci sualımıza yenə bax, indi görürük nədir burada? Eyni ifadədir, amma birində ayağına maksimumdur. Ayağında bu hissə tam enerji olur. Amma kx kvadrat bölünsün 2, bu isə potensialdır. Tamdan da potensiala çıxanda bu kinetik enerjini verəcəkdir. 5Y variantına gedir. 6-cı suala baxaq. 6-da isə deyir, bu hansı fizik qiymətin vahidinə uyğun gələcəkdir. Gəlin bu hissələrdən bir yer açaq və indi bunu bax, bu hissəyə fikir ver, m bölünsün k-da. Amma bizim bilirik ki, omeqamızın düsturu m bölünsün k yox, kökün altında k bölünsün m-dən ibarətdir. Onda biz nə edə bilərik? Bax, bu m-i görürsənmi? M-i gətir k-nın belə altına at, bu cür şəkildə. Onsuz eyni mənanı verirdi. Onda buranı yoxa çıxardırıq, geçsin. Bax, elə bil bizim bu son vəziyyətimiz bu şəkildə qalıbdır. Bu belə. İndi buradan görürəm ki, bu təcilімizdir. Aşağısında da elə bil bu cür qalıb da k bölünsün m-dir.
Bax, bu ifadəmiz, mavi rəngə saldığım ifadə, bu bizə omeqanı vermiş olacaqdır. Onda bunu bilirim. Təcridimizin maksimumu dursun burada və bu ifadə omeqanı verəcəkdir. İndi təcridin biz omega ilə, sadəcə omega ilə, omega kvadrat yox, sadəcə omega ilə belə bir ümumiyyətlə təcridin 3 düsturu var idi. Ən birincini yazıram, bizə lazım olanı omega v-dir. Digər düsturu omega kvadratı r, r-in də yerinə x-m yazıram. Digər düsturumuz da təcridimizin v-nin kvadratı bölünsün r idi. Əsas yəni bu düsturlardır. Bizə indi sadəcə burada təkcə omega var deyə bu düsturu təbii ki, yazmalı olacaq ki, sadələşdirə bilək tez. Təcridin yerinə omega v yazıram. İndi maksimumları atıram da, çünki axı təcridin yaxın maksimumdur. Bu da omeqalar ixtisar olunur, qalır vm. Vm də sürətin maksimalı deməkdir. Yəni 6-cı sual B variantına gedəcəkdir. 7-ci sualda bu hansı fiziki əməliyyatın vahidinə uyğun gələcəkdir? Bax, bunu belə edirik. Yəqin ki, bu hissə bizə suyu şirin gələr. Biz bilirdik ki, omega nəyə bərabərdir? Tezliklə əlaqəli düsturu 2 pi nu-dan ibarətdir. Amma burada görsəm, bu yazdığım ifadənin kvadratı var. Onda bunları kvadrata yüksəldirəm. Bu da olacaqdır 4 pi-nin kvadratı, nu-nun kvadratı. Deməli, bu ifadəmiz bizim omeqamızın kvadratıymış. Onda yuxarıda sürətdə k-dır, məxrəcdə isə omeqamızın kvadratıdır. İndicə də yazmışdıq ki, omega nəyə bərabər idi? K bölünsün m kökdən ibarət idi. Amma bu omega kvadrat olduğu üçün mən də bunu kvadrata alsam, belə qoysam, onda da bu ifadənin kök altına yazmayacağam. Yəni belə olur bizim axır ifadəmiz. Bunun yerinə gətirirəm k bölünsün m-i yerləşdirirəm burdan və burdakı k-lar ixtisar olunur. M məxrəcdən də aşağı olsun, o qalxacaqdır yuxarı. Yəni olur kütlə. 7-ci sual D variantına gedir. 8-ə baxaq. 8-də görürük ki, bu qüvvənin ayağına M atıblarsa, deməli bu tam enerjidir. Amma bu ifadə fx bölü 2-də, bu da potensial enerjidir. Tamdan da potensiala çıxanda kinetik enerjini verəcəkdir. 8A variantı. Ümumiyyətlə, yadda saxlayın ki, potensial enerjimizdə olan fiziki əməliyyatlar F-dir, X-dir, K-dır, bunlardır. Amma kinetik enerjidə olanlar sürətdir, kütlədir və impulslardan ibarət olacaqdır. Yəni, kinetik enerjidə hərəkət var, sürət, impuls, kütlədir. Amma potensialda F, K, X bunlar olacaqdır. Sonra 9-cu sualımıza da görürük ki, buradan yenə maksimumdur. Qüvvənin ayağına maksimumdur. Demək ki, bu tam enerjimizdir. Digər ifadə isə kinetik enerjidir. İmpuls var deyil. Tamdan da kinetiki çıxanda bu olacaqdır potensial enerji və 9Y variantına gedir. 10-cu sualda yenə bu M-dirsə, deməli olur bu tam enerji. Digər ifadə isə potensial enerji. Tamdan da potensiala çıxanda kinetik enerjimizi bizə verəcəkdir. Yəni 10A variantına gedir. 11. 11-də gördük maksimumdur. Deməli bu tam enerjimizdir. Çıxılsın. Bu isə potensial enerji. Tamdan potensiala çıxanda kinetik enerjimiz olacaqdır. Yəni 11A variantı. 12-ci sualımızda demək, burada fikir versən, sadəcə Y yazıbdır. İndi bunun açıqlamasını oxu, deyir rəqsin tam enerjisi. Deməli, buradakı tam enerji çıxılsın. Bu ifadə də kinetik enerjidir. Tamdan da kinetikimizə çıxanda olur potensial enerji. Və sualın cavabı 12-də Z variantıdır. 13-də yenə həmin ifadələr ilə eyni tipli testlərdir. Bu Y olan tam enerjidir. Bu ifadə isə kinetik enerji. Tam da çıx kinetik verəcəkdir Y potensial. Yəni 13D variantı. 14-cü sualda. Bura tam enerji, bu isə potensialdır. Tamdan potensiala çıxanda verəcəkdir kinetik enerjimizi. 14Y variantı. 15-də yaydan asılmış yükün rəqs tezliyini hansı cihaz və yaxud da vasitələrin köməyi ilə təyin etmək olar? Yaydan söhbət gedirsə, bilməli ki, tezliyimizin düsturu 1 bölünsün 2 pi kökün altında k bölünsün m-dən ibarətdir. Bax, bu m bilir ki, kütlədir, tərəzidir. Buradan tərəzini götürürəm. Bəs k-nı nə cür yaza bilərəm? K yayın sərtliyidir. Yayın sərtliyi həmçinin f bölünsün x-dən ibarətdir. Bu dinamometrdə yazmaq olar və yaxud da x uzunluq da yazmaq olar. Uzunluq da metr xəttkeş. Bax, bunu götürüb yaza bilərik ki, 2 və 4 15Y variantına gedir. 16-cı sual deyir, bu hansı fiziki kəmiyyət uyğundur? Bu indicə yazır ki, tezlik olacaqdır, rəqs tezliyi. 16B variantı. 17-ci sualda görürsən ayağında maksimumdur. Demək ki, bu olacaqdır bizim tam enerjimiz. Bax, 2-ci, 3-cü sualda bunlar haqqında daha ətraflı danışdım. Baxa bilərsiniz. Deməli, bu olur tam enerjimiz və bu sual 17-də D variantıdır. 18-də yenə də ayaqlarda maksimumlardırsa,
olur bunlar. Bax, bu fiziki qiymətlərin ayaqlarına görə maksimumlardır. Demək ki, bu tam enerjimizi bizə verəcəkdir. 18A variantı. 19-cu sualımızda ümumiyyətlə demişdik ki, cəm şəkli görürsənsə, vaxt itirmədən buna tam enerji yazacaqsın. Amma yenə də deyirəm, bu ifadə kx kvadratı bölünsün 2, bu olur potensial enerji. Mv kvadratı da bölünsün 2, bu da olur kinetik enerji. Kinetiklə də potensialın cəmi tam enerjini verərək 19-cu sual Y variantıdır. 20-ci sualda yenə cəm gördüksə, demək ki, bu tam enerji olacaqdır. Amma yenə də bu potensial enerji, bu da kinetik enerji. Cəm tam enerjini vermiş olacaqdır. 20 D variantına gedir. 21-ci sualımızda demək, bax, bu hissələri mən götürürəm, rəngləyirəm. Bu ifadə bilirik ki, çevrədə keçmişlikdə bu omeqanın dövrlərin sayı ilə əlaqəli düsturu idi. Bax, belə bir düstur. Omega bərabər idi 2 pi n bölünsün dövrlərin sayı idi. İndi görsəm bunun hamısı kvadratdadır. Demək ki, bu omeqanın kvadratı və bu ifadələr kvadrata yüksələcəkdir. Onda bunu belə yazırıq da 4 pi-nin kvadratı, n-in kvadratı bölünsün t-nin kvadratı. Deməli, bu ifadə bizə omeqanı verəcəkdir. Onda biz nə edirik? Daha doğrusu omega kvadratını verir. Buradan k-nı yazıram və bir də bura fikir ver. Bu t kvadratıdır. Bunu silirəm, məxrəcə məxrəcdən də aşağı daha doğrusu göndərirəm. Bax, bu ifadəmiz bizim mavi rəngdə olan ifadə bizə omeqamızın kvadratını verəcəkdir. Onda bunun ümumi hamısına birlikdə yazıram ki, omeqamızın kvadratı və omeqamızın da belə bir düsturu var idi. K bölünsün m-dən ibarətdir. İndi bu da omeqanın kvadratıdır deyə, onda bu ifadə bax bu cür şəkildə yerləşdirəcəm. Belə. İndi qoyuram bunun yerinə. Bax, bu ifadəmizi görək nə çıxacaqdır. Bura K-dır. Məxrəcdə isə bunun yerinə K bölünsün M yazıram. K-lar yenə ixtisar olunur. M sürətdə qalxacaqdır və olacaqdır kütlə 21B variantı. 22-ci sualda harmonik reaksiya edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki var. Hansı zaman anlarında cismə təsir edən qüvvənin modulu ən böyükdür? Baxın, indi biz bilməliyik ki, qüvvə ilə həmişə hansı fiziki qiymətlər eynidir və onun əks olanlar hansıdır? Qüvvə deyirsə, qüvvə ilə eyni olan fiziki qiymətlər təcildir, qüvvədir, amplituddur və bir də potensial enerji. Bizə bunların böyüyü lazımdır. Biz bu fiziki qiymətlərin böyüyünü tapmaq istəyirsə, onda bunlara əks olan fiziki qiymətlərin minimumu olmalıdır. Birinin böyüyü, birinin kiçiyi deməkdir. Birinin maksimumu, digəri minimumudur. Birinin sinusu, digərinin kosinusu olacaqdır ki, bura uyğun fiziki qiymətlər də sürət, impuls, kinetik enerji olacaqdır ki, bu isə onların kiçik qiymətinə baxacaqdır. Yəni, həmişə bir-birinin əksi antonimi olacaqlar. Deməli, qüvvəmizin böyüyünü deyirsə bizə, o zaman sürətimizin kiçik olacaqdır. Çünki qrafikdə sürət verilibdir. Sürətin kiçik nöqtəsinə baxırıq ki, o hara düşəcəkdir. Deməli, belə götürürəm. Bax, bu qırmızı xətt mənim tez zaman oxumdur. İstənilən bir fiziki qiymət olsun. Burada fərq yoxdur. Sürət olsun, impuls olsun, kinetik enerji, qüvvə, təcil, nə olur olsun da. Burada hansı fiziki qiymət görürsən gör. Burada əgərlərim hansısa bir fiziki qiymətin kiçiyini olmaq bizə lazımdırsa, o zaman o tez zaman oxunu kəsməlidir. Bax, tez zaman oxu hansı tərəflər kəsilir? O hissələr sürətin kiçiyidir və qüvvənin isə bu maksimumu, yəni böyüyü olacaqdır. İndi görürük ki, buradan gəlir bu, düşür tez zaman oxuna. Bax, burada bir zaman verməyibdir. Ona görə buranı götürə bilmirəm. Sonra keçirəm bura. Görürəm ki, buradakı verilən zamanımız T3-dür. Bunu götürürəm. Bir də burada verilən zaman T4-dür. Bunu götürürəm. T3 və T4 zaman aralığı olur və 22D variantı olur. Bir də onu yadda saxlayın ki, istənilən bir fiziki qiymət verilsin burada. Sürət niyə olur olsun da. Yəni, istənilən bir fiziki qiymətın maksimum nöqtələri təpə və çökük nöqtələr olur. Yəni, göy rənglərdir bu hissələr. Amma ki, istənilən bir fiziki qiymətin minimumları, yəni kiçikləri isə tez zaman oxuyun kəsbə, yəni qırmızı aralıqlar olacaq. Niyə görə? Çünki bax, bunlar görsən hamısı sıfırın üzərində olublar. Belə, ümid edirəm aydındır. 23-cü suala baxıram. Sərtliyi məlum olan, yəni K məlumdur, yəni bunun ölçü cihazı var və məlum olan yaylı rəqqasın tezliyi hansı cihazla ölçüləcəkdir? Birinci prujin görəm, prujin də yaylı rəqqasdır. Yaylı rəqqasda tezliyimizin düsturu 1 bölünsün 2 pi kökün altında K bölünsün M-dən ibarətdir. İndi deyir ki, sənə buradan, yəni K-nın ölçü cihazı məlumdur. Bununla deyir dəymə. Başqa tezliyin hansı cihazla ölçülərdə, yəni kütlə ilə ölçüləcəkdir bu və onda kütlə də nədir? Tərəzidir, yəni 23A variantına gedəcəkdir. 24 verilmiş sərtlikli yaylı rəqqasın periodu hansı cihazla ölçülür? Yenə görürük ki, prujindur. Prujin olanda periodumuzun düsturu tezliyin əksi olaraq
2 pi kökün altında n bölünsün k-dan ibarətdir. Yenə də deyir ki, k sərtliyi məlumdur. Periodumuzun burada payına düşən cihaz kütlə, yəni tərəzi olacaqdır. Yəni 24-də Y variantına getdi. 25-də yaydan asılan cismin kütləsini 4 dəfə azaldanda rəqs periodu necə dəyişir? Yay deyirsə fikir verməsən. Yaylı rəqqası periodumuzun düsturu T bərabər idi 2 pi kök altında n bölünsün k-dan ibarətdir. Deyir kütləni 4 dəfə azalt. Birinci baxıram ki, kütlə ilə period düz mütənasibatlıdır. Kütləni azalt deyirsə, deməli periodumuz azalacaqdır. Ona görə artanları buradan çıxardıram. S və B arasında qalıram. İndi görürsən kütlə hardadır? Kökün altındadır. Ona görə 4 deyirsə, bax kütlənin yerinə gətirəm 4 yazıram. 4-ü də kökdən altına çıxır, eləyir 2. Deməli periodumuz 2 dəfə azalacaq və 25 C variantıdır. 26-cı sualımızda bundan öncə 2-ci, 3-cü suallarda izahını vermişdim bunun. Hansısa fiziki qiymətin ayağına M atılırsa, bu bizim olur tam enerjimiz. Bu isə olur potensial enerji. Tamam da potensialı çıxanda bu olacaqdır kinetik enerji. Və 26 Y variantıdır. 27-ci sualda yenə gördün ki, tam enerjidir. Çünki ayağında maksimum var axı. Tam enerjidən çıxacaq bu biri potensial enerji. Tamdan da potensiala çıxanda olur bu da kinetik enerji. 27 C variantına gedir. 28-də yenə bura tam enerjimiz olur. Çünki ayağı maksimumdur. Tam enerjimizdən çıxırıq. Bu isə impuls, sürət olan enerjilər, kinetik enerjilər. Tamdan da kinetik enerjinin çıxanda olur bu potensial enerji 28 B variantı. 29-cu sualda Şaquli yaydan asılan cismin sərbəst rəqslər icra edir. Cismin tarazlıq vəziyyətindən doğru hərəkət necə hərəkət adlanacaqdır? Bax, Şaquli yay asılıb. Gəlin bir dənə buradan yayımızı çəkək. Şaquli formadadır da. Bu bizim prujunumuzdur. Bunun ilk durduğu hal o onun tarazlıq halıdır. İndi bunu asanda bu uzanır, gəlir bura çıxır. Bu onun kənar hissəsidir. Digər hissəsi də buradan da qıraq hissəsinin adına bir kənar qoyuram. İndi hansı vəziyyətdə deyir ki, cisim tarazlıq vəziyyətinə doğru gəlirsə, biz ümumiyyətlə bilməliyik ki, tarazlıq vəziyyətində həmişə hansı fiziki qiymətlər maksimumdur? Sürətdir, impulslu kinetik enerjidir. Bunlar burada maksimum olacaqlar. Kənarda isə təcil, qüvvə, amplitud və bir də potensial enerjilər bunlar kənarda maksimum olacaqlar. Belə, indi cisim gəlir tarazlıq vəziyyətinə doğru. Bax, kənardan tarazlıq hala doğru gəlir. Tarazlıqdan kənara doğru gəlirsə, o zaman buradan görməli ki, bax, nə artır? Sürət artır. Axı, maksimum vəziyyətdədir. Sürətin artmağın adını deyəcək ki, bərabər yeniləşən hərəkətdir. Yazıram bura, bərabər yeniləşən. Amma biz dedik ki, kənar hissələrdə təcil maksimumdur. Bax, bu kənarda da təcil maksimumdur. O biri kənarda da bu təcil maksimumdur. İndi təcil görürsənmi? Kənardan tarazlığa doğru gedir. Deməli, onda təcil gəlib bura çatanda azalacaq. Bir fiziki qiymətin maksimumu, digər fiziki qiymətin minimumudur. Yəni, tarazlıq halında yazıram belə, təcil, qüvvə, potensial enerji və amplitud azalır. Onda buradan da baxıram, təcilin azalmağı isə olacaqdır azalan təcillə. Burada yazıram, azalan təcillə bərabər yeniləşən hərəkət. Yenə də qeyd edirəm, kənar hissədə təcil, qüvvə, amplitud, potensial enerji bunlar hamısı maksimumdur. Tarazlığa gələndə bunlar azalır. Amma tarazlıqdan kənara gedən, onda bu hissəsi ortadakı olan fiziki qiymətlərimiz, onda bunlar azalacaqdır. Belə, azalan təcillə yeniləşən hərəkət olaraq sualımız 29-da Y variantına gedir. 30-cu sualda harmonik rəqs edən maddi nöqtəli rəqs tezliyini 2 dəfə artıranda tam mexaniki enerji necə dəyişəcəkdir? Buradan fikir verdir, rəqsin amplitudu sabitdir. Yəni, x-imiz konstantdır. O deməkdir ki, düsturucun içində sabit tərəf, yəni x-im mütləq olmalıdır. İndi nəyə azaltdı? Bizə deyir, rəqsin tezliyini daha doğrusu 2 dəfə artırdı. Tezliyimizin yunu, yəni 2 dəfə artırırsa, tam enerjimizin bununla əlaqəli düsturunu yazırım. Tam enerjimizin, kinetik enerjinin maksimum olan düsturunu yazırsınız həmişə belə olduğu vəziyyətdə. Ayağını M atıram. Çünki biz bilirik ki, sürətimizin XM-ilə əlaqəli hansı düsturu var idi? Omega XM idi. Omeganın da yerinə 2 pi nu-nu yerləşdiririk. Onda olur düsturumuz belə 2 pi nu XM. Görürük ki, burada sürətin başı kvadratdır. Onda bunu kvadrata yüksəldəcəyik. Yəni, olacaq bu şəkildə. M bölünsün 2-ni saxlayıram kənarda və 2 pi nu XM-in kvadrata yüksəldəndə olur 4 pi nu kvadratı, nu-nun kvadratı və XM-in kvadratı. İndi buradan biz nə görürük? Tam enerjimizlə tezliyimizi əlaqələndirmək lazımdır. Ümumiyyətlə, yadınızda saxlayın ki, bu düsturlarda 4, 2 bu hissələr bizə rəqəm hissələri maraqlı deyil.
Amma yenə belə də düzgün yazması ixtisarınızı eləyirsiniz. Bura 2 düşür. 2-dən də önə çox vaxt yazır, belə. Və bizə nə deyir indi burdan? Tezliyimizi artırdıq. Nə qədər? 2 dəfə. Bax, tezliyini artırsa sənin, onda tam enerjin də gəlib artmış olacaqdır. İstərsən bunu kənardan bir yazım. Tam enerjimiz bərabərdir 2m P-nin kvadratı, N-nin kvadratı, X-min kvadratıdır. Aha. Deməli, bizim tezliyimiz artırsa, tam enerjimiz artacaq. Niyə görə? Çünki bu düz və kvadratik şəkildə asır. Tezliyi artırsa, deməli, tam enerjimiz artacaq. Tezliyin başı kvadratdır, yəni onda 2-nin də kvadratını götürəcək. 2-nin də kvadratı 4 elədi. Deməli, bizim tam enerjimiz 4 dəfə artır, yəni 30 A variantına gedir. 31-ci sualımızda yaydan asılmış cismin rəqs amplitudu 2 santimetrdir. Sürətin maksimal qiyməti 0,4 metr və onun rəqs periodu nəyə bərabər olacaq ki? Verilənlərimizi kənardan yazıram. Amplitud, yəni x-im 2 santimetrsə, bu isə 10 üstü mənfi 2 metr deməkdir. Sürətin maksimal qiyməti 0,4 metr saniyədir və rəqsin periodu sualdır. Bizim də bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətimizdə V-nin düsturu omega R idi. Dedik o mövzudakı burdakı ilə R-lə sadəcə x-imi belə əvəz edəcək, belə və omeqanın da yerinə period olduğu üçün omeqanın da yerinə yazıram ki, 2 pi bölünsün t-dən ibarət. 2 pi bölü t, bir də virusun x-imimiz var burada. Onda sürətin dayağını x-im atacaq. Hə, bizdən buradan periodumuzu soruşur. Onda periodumuzu tapaq buradan. Periodla sürət yerlərini dəyişirlər. Onda 2 pi x-m bölünsün sürətimizin maksimumu. Pi-nin qiyməti 3-dür. X-m'imiz də bizim burada 0,4, sürətimiz də yox, üzr istəyirəm. X-m 2 vurun üstü mənfi 2-dir. Bunun yerinə 2 vurulsun 10 üstü mənfi 2 yazaq. Və sürətimiz də 0,4-dür. Sürətin də yerinə 4 vurun üstü mənfi 1 yazaq da belə. İndi sadələşdirirəm. 2-ni 2-yə vurduq, belədir 4. Bu 4 ilə bu 4-lər aradan çıxdı, getdi. 10 üstü mənfi 1 ilə də 10 üstü mənfi 2-ni ixtisar eləsə, sürətdə qalacaqdır 10 üstü mənfi 1. Onda bunu buradan da silək. Yazaq burada 10 üstü mənfi 1 qaldı. Məxrəcdə heç nə qalmadı. Bu şəkildə qaldı. Və 3-ü də 10 üstü mənfi 1-ə vuranda bu da olacaqdır 0,3 saniyə 31 A variantına gedir. 32-ci sualda yaylı rəqqasın təcilinin maksimal qiyməti onun rəqsin tezdən asılı qrafiki hansı olacaqdır? Gəlin bu hissələri silək. Deməli, deyir ki, x-m konstantdır və təcilin tezliklə əlaqəli düsturu. Biz bilirik ki, təcilimizin çevrədə belə bir düsturu var idi, tezliklə əlaqəli. 4 pi-nin kvadratı, n-in kvadratı r idi. Dedik, oradakı r-i bu mövzuda x-m ilə əvəz etmiş olacaq. Yəni, radiusu x-m ilə əvəz edəcək. Bir də tezliyimizi o çevrədə kiçik n-ə yazırdıq. Bu mövzuda isə n kvadratı ilə yazmış olacaq. Vəssalam. Sənə deyir ki, burada x-m konstantdır. Deməli, x-m'imiz həqiqətən də yerindədirsə, doğru düstur tapmışıq. Təcrimizin də tezliklə əlaqəli düsturu görürük ki, bunlar bir-birindən kvadratik şəkildə asılıdır. Bu isə 32 kvadratik asılılıq D variantına gedəcəkdir. 33-cü sualda harmonik rəqsi hərəkətdə cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının cismin yerdəyişməsinin asılı qrafiki hansı olacaqdır? Deməli, əvəzləyici qüvvəmizi biz buradan elastiklik qüvvəmizə bərabər edəcəyik. Elə əvəzləyici qüvvəmiz də həmçinin burada verilən şərtimizə görə elastiklik qüvvəmiz kx-dir. Sadəcə həmişə elastiklik qüvvə hərəkətin əksinə doğru kurşun yığıldığına görə bunun önünə bir mənfini atmış olacaq. Və buradan görürük ki, qüvvəmiz x-imizlə düz asılıdır. Amma mənfi olduğu üçün bu mənfi rüblərə düşəcəkdir. Mənfi rüblər də burada, bax, bu 2 və 4 olacaqdır. Bu isə olacaqdır 33-də D variantı. 34-cü sual. Burada da həmin sualdır. Sadəcə təcilin deyir ki, x-dən asılılığını tap. Yəni, eyni şəkildə əvəzləyici qüvvəmiz bərabərdir elastiklik qüvvəmizə. İndi əvəzləyici qüvvənin yerinə MA yazmış olacaq. MA da bərabərdir. F elastikin də yerinə KX yazacaq. Buradan da yenə görürük ki, təcillə x-imiz düz asılır, amma önündə mənfi var da. Yenə də o ikinci və dördüncü rübə düşəcəkdir. Yəni, bax, bu hissələrimiz mənfi rüblərdir axı. Mənfi olduğuna görə təbii ki. Ona görə 34 də B variantına gedir. 35-də yaydan asılan yükün rəqs tezliyinin yayın sərtliyinin asılı qrafiki hansı olacaqdır? Söhbət yayın tezliyindən gedirsə, düsturumuz nöy bərabərdir
1 bölünsün 2 pi kökün altında k bölünsün m'dən ibarətdir. Buradan da görürük ki, nüyü k ilə kök 6 şəklində asılıdır və kök 6 asılılığımızın da qrafiki burada C variantına gedəcəkdir. Bir də mötərizənin içində fikir ver, deyir kütlə sabitdir. Bax, kütləmizin sabit olmağı, yəni bax, burada kütlə iştirak etmir də. Bax, bu hissə kütlənin m-in konstant olduğunu bizə verəcəkdir. Yəni 35 C variantına gedir. 36 da yine eyni suallardandır. İndi burada periyodla kütləni soruşur. Yaylı rəqqasımızda periyodumuzun düsturu t bərabər idi 2 pi kökün altında n bölünsün k-dan ibarətdir. Buradan da periyodumuz kütlə ilə kök altı asılıdır. Bax, bu asılılığımızda da burada görsün deyir yayın sərtliyi sabitdir k. Bax, bu hissə k-nın konstant olduğunu bizə vermiş olacaqdır. Bilirəm ki, uşaqlar, bu periodun düsturunda m böl k və yaxud da k böl m həmişə qarışdırırsınız, yaddan çıxır yerlərini dəyişdirmək. Bir də riyazi rəqqasımızda var idi. 2 pi kökün altında l bölünsün j-dən ibarətdir. İndi sizə belə bir ipucu deyəcəm, bunu yadınızda saxlayın. Biz həmişə bunun n bölünsün k və yaxud da l bölünsün j ilə qarışdırmamamız üçün sizə bir dənə belə bir ad verirəm, bunu yadınızda saxlayın. Bax, tamerlan adını götürürəm, bura yazıram. T-ni period kimi qəbul edin. M-nı kütlə kimi, L-nı da uzunluq kimi. Yəni birinci gələnlərimizə bax bu adlarla yadınızda saxlayın bu adını da. Onda yadınızda qalacaq ki, daha T-nı tapanda K böl M deyildi və yaxud da J böl L deyil də. M bölünsün K və yaxud da L bölünsün J-dır. Tamerlan adını yadınıza salırsınız, vsyo. Deyirsiniz ki, T-nın deməli periodu M-sı M böl K-dır, L-sı da L bölünsün J-dan ibarətdir. Belə ümid edirəm mən bu danışdığımı sizə aydındır. Yəni bu sadəcə düsturun yadda saxlama yoludur. Əgər yadınıza qalırsa nə gözəl. Sadəcə yadda çıxarsa, qarışdırarsınızsa M böl K və yaxud da K böl M və yaxud da J böl L yaddan qarışdırırsınızsa, yadınızdan çıxırsa, o zaman Tamerlan adı tez yadınıza gəlmiş olsun. 36 qısacası olur B variantı. 37. Yaylı rəqqasın periodu rəqsin amplituddan asılı qrafiki hansıdır? Yaylı rəqqasımızın periodumuzun düsturu 2 pi kökün altına n bölünsün k-dır. Bizim burada gözümüzə amplitud dəymədiyinə görə period ancaq m ilə k-dan asılıdır. Ona görə amplituddan asılı olmur və olur 37 A variantı. 38 də eyni ilə elədir. Tezliyimizin yenə düsturu periodumuzun əksidir də. 1 bölünsün 2 pi kökü altında k bölünsün m-dir. Buradan da yenə gözümüzə k və m dəyər, bir də tezlik dəyər. Deməli, bu da amplituddan asılı olmur. Yəni 38 A variantına gedir. 39. 39-cu sualımızda yaydan asılmış yük 6 Hz tezliklə rəqs edir. Yükün kütləsini 9 dəfə artıranda rəqsin tezliyi necə dəyişmiş olacaqdır? İlk öncə birinci hissələrimizi yazmağa çalışaq. Bax, bizə verilən birinci tezliyimizdir ki, 6 Hz-dən ibarətdir. Yazıram, birinci tezlik 6 Hz-dir. Sonra isə deyir ki, buradan kütləni 9 dəfə artır. Bir fizik qiymətin artırmağını soruşursa, ikincisini birinciyə bərabər edirik və 9 dəfə artır. Dəfə artırmaq, yəni ondan 9 dəfə çoxdur. Ona görə vuracam bunu 9 ön 1-ə. Sonra bundan sonraki vəziyyəti bizdən soruşduğuna görə bu artıq sənin son tezliyini soruşur. Yəni niyə 2 sual olacaqdır. İndi başlayıram düsturumuzu yazmağa. Bilirdik ki, yaylı rəqqasın tezliyin düsturu 1 bölünsün 2 pi kökün altında k bölünsün m-dən ibarətdir. Və buradan görürəm ki, tezliyimiz bizim kütlə ilə tərs asılıdır. Ona görə bura nisbət qururam. Yəni nisbət necə qurulur? Ni2-nin ni1-ə nisbətini yazıramsa, tərs asılılıq odur ki, onda əgərlərin indekslərini birini ikincinin birinciyə bölmüsünsə, onda bura 2 düşür. Bura 1-dirsə, bura da 1 düşür. Çünki tərs asılılıq odur ki, biri yuxarıda yerləşməlidir, biri aşağıda. Axı tərs asılıdırlar bunlar. Və indi yerləşdirəm və bir də gör nə cürdür ki, kütlə hansı vəziyyətdədir? Kütlə kökün altındadır. Ona görə biz kütləmizi kökün altına salacaq. Yəni, bax, belə kök altına duracaqdır. Belə. İndi isə yazıram. M2-nin yerinə 9M1-imizi yerləşdirirəm. Buradan 9M1. M1-i də olduğu şəkildə saxlayıram ki, sadələşdirib bunu ixtisar elə bilim. M1-lər buradan ixtisar olunur. Qalır ki, 1 bölünsün 9. 1 bölü 9 da kökdən 1 bölünsün 3 çıxır. Yəni, bizim axır ifadəmiz bu şəkildə qalır. Niyə 2-nin niyə 1-ə nisbəti bərabər olacaqdır 3-də 1-dən ibarət və bizdən burada ikincini istəyir. Niyə 2-ni soruşur? Hə, niyə 2-ni də buradan çıxardaramsa, onda niyə 2 bərabərdir? Niyə 1 3-ə bölünəcəkdir və niyə 1-imiz də burada bizim 6-dır. 6 da 3-ə bölünəcəkdir.
eləyəcəkdir 2 hertz və sual burada 39-da Y variantına gedir. 40-cı sual da bunlardan elə bu eyni suallardandır. Buradan da yenə bax bu ifadəmizin tez şəkildə yazacağam. Deyir ki, 4 saniyə periodla ilk gələn bizim birinci periodumuzu 4 saniyəni qoydu. Sonra deyir kütlənin 4 dəfə azalt. Kütləni azalt deyirsə, yenə ikinci hərfi birinci hərfə bərabər elə. Azalt deyirsə bu bölünsün 4 deməkdir. Dəfə azalını böldür, dəfə çoxalana vurdur. Və rəqslərin periodunu tap. Birinci periodumuz bizim, ikinci periodumuz bizim axtarışdadır. Həmişə nəyisə dəyişməkdən sonrakı fiziki əməl soruşursa, bilin ki, onun axırıncı vəziyyətini bizdən soruşur. Yəni axır versiyasını soruşur bizdən. Yaylı rəqqasımızda periodumuzun düsturu t bərabər idi 2pi kökün altında m bölünsün k-dən ibarətdir. Buradan görürəm ki, periodumuz kütlələ düz, amma kök altı asılıdır. Ona görə nisbətimizi qururam ki, ikinci periodun birinci periodun nisbəti kökün altında m2-nin də m1-ə olan nisbətidir. M2 burada görürük ki, M1 bölünsün 4-dür. Yerləşdirirəm. M1 bölü 4. Məxrəcim də M1-dir. Belə və buradan M1-lər ixtisar olunur, qalır. Kökü altında 1 bölünsün 4-dən ibarət. 1 bölü 4 də kökün altına çıxaraq 1 bölünsün 2-dən ibarət olacaqdır. Və sonda isə T2-mizin son ifadəmiz T1-ə nisbəti bərabər oldu 2-də 1. Bizdən sonuncu periodumuzu soruşur. T2 də bərabərdir. T1 bölünsün 2-dir. T1 də buradan 4-dür. 4 də 2-yə bölünəcəkdir. Bizim ikinci periodumuz 2 saniyə olur və 40B variantına gedəcəkdir. 41-ci sualımıza baxaq. Buradan silək bunu. Bu sualda isə deyir ki, bizə yaylı rəqqasın harmonik rəqslərində sürətin amplitutunun qiymətinin yükün kütləsinin asılı qrafiki hansıdır? Və rəqsin amplitudu sabitdir. Yenə dediyim kimi, sabit olan hərf, yəni xm, tapacağım düsturun içində mütləq və mütləq olmalıdır. Sonra sürətin maksimalının nədən asılığın, kütlədən asılığını tapdır. Aha, onda biz baxırıq nəyə? Bizə lazımdır həm sürət olsun düsturumuzda, həm də kütlə olsun. Ona görə biz çevrə üzrə bərabər sürətli hərəkətdə sürətin belə bir düsturu var idi. Omega E dedi ki, eri də yerinə burada xm-lə əvəz edirik belə. İndi bizim x'imiz var, konstantımız var. Bu doğru düsturumuzu tapmışıq. Bəs omeqanın yerinə nə yaza bilərəm? Bir kütlə ilə əlaqələndirək. Bilirdik ki, omeqamızın yerinə kökün altında k bölünsün m-i yaylı rəqqasımıza görə yerləşdirə bilərəm. Bir də vurulsun xm-dir. Buradan da gördüyümüz kimi sürətimiz kütlə ilə kök altında asılı olmağına baxın, amma tərs asılıqda. Niyə görə? Çünki məxrəcdədir. Məxrəcdə asılıqlar tərs asılıq olaraq qəbul edilir. Yəni 41 D variantına gedəcəkdir. 42-ci sualımıza baxaq. İndi 42-dən deyir ki, harmonik rəqs edən rəqslərin sürətinin amplitud qiymətinin yayın sərtlən asılı qrafiki necədir? Və xm də konstantdır. Bunu indi yazması 41-ci sualın izahına baxın. Elə indi hazır düstur yazacağım və m bərabərdir. Kök altında k bölünsün m vurulsun xm-dən ibarətdir. Buradan da görürük ki, sürətimizin maksimal qiyməti k ilə kök altı asılıdır və bu 42-ci sual A variantına gedəcəkdir. 43-cü sual. Yaya bərk edilmiş cismin kinetik enerjisinin onun potansiyel enerjisinin asılı qrafiki verilmişdir və A nöqtəsinə uyğun potansiyel enerji nəyə bərabər? Bax, bu nöqtədə bizdən potansiyel enerjimizin nəyə bərabər olmağını soruşur. İndi belə deyirəm, sarı hissələrə fikir verin. Sarı rənglər nə verilir, verilsin. O hissələr bizim həmişə tam enerjimiz olur. Yəni, fərqi yoxdur. Burada kinetik verilsin, burada potensialdır. Həmişə kənar hissələr tam enerjidir. Buna səbəb həmişə tam enerjinin düsturu necədir? Kinetik enerji ilə potensial enerjimizin cəmidir. Ona görə ki, tam enerji kinetikdən potensialdan həmişə böyükdür, yəni maksimum qiymətlərdir. Ən böyük qiymətlər həmişə sıfırdan uzaqda olan yerdə yerləşənlərdir. Deməli, qısacası bizim tam enerjimiz 1,8 joldan ibarətdir. Bunu yazıram, 1,8 joldur. Sonra, bax, şaquli xəttə fikir ver, bu kinetik enerjimizdir də bizim, düzdür. Kinetik enerjimizin də buradakı nöqtəsindəki enerji 0,6-dır. Yazırım, kinetik enerjimiz də olubdursa 0,6 joule. Onda bax, bu nöqtədə deyir ki, bizim potensial enerjimiz nəyə bərabərdir? Bu düsturumuzun sayəsində də buradan da potensial enerjimizi çıxarsaq, potensial enerji də bərabərdir. Tamlan kinetik enerjimizi çıxmış olacaq. Tam 1,8-dir, kinetik də 0,6-dır və bu da eləyəcəkdir 1,2 joule potensial enerji, yəni 43B variant, üzr istəyirəm, C variantına gedəcəkdir. 44-də baxaq.
44-də yaylı rəqqas harmonik rəqs edir. Yayın sərtliyini 4 dəfə artıranda sürətin amplitudu necə dəyişmiş olacaqdır və kütlədə rəqsin amplitudu sabitdir. Kənardan yazıram. Mötərizələr hissələr sizə, yəni orada diqqətli olmaq lazımdır. Mötərizə hissələr bizim əsas hissələrimizdir, ipuclarımızdır. Yəni bax görsən, kütləndə sabitdir. Amplitud da deməli sabit hərf düsturumuzun içində olmalıdır. Yəni m-imiz konstantdır, x-m də konstantdır, rəqsin amplitudu da. Bunlara uyğun düstur təyin olunmalıdır. Bir də sərtliyimiz də deyir ki, bizə 4 dəfə artırdın, sürətin sənin necə dəyişmiş olacaq? Yəni sürətin amplitudu onun maksimumu soruşur ki, bu necə dəyişəcəkdir? Bunu mən səhv etmirəmsə 41-ci sualda çıxarışını vermişdim bu düsturun. İndi birbaşa yazacağam. Vm bərabərdir kökün altında a, deməli k bölünsün m-dən ibarətdir. Belə idi, elə bir düsturumuz. Omega xm deyilmi? Omegamızın da yerinə k bölünsün m yerləşdiririk. Onda olur bizim bu axır ifadəmiz bu şəkildə. Və biz görürük ki, sürətimiz yayın sərtliyi ilə düz amma kökaltı şəklində asılıdır. Ona görə biz gətiririk buradan k-nın yerinə 4 qoyuruq. 4 kökdən çıxır eləyir 2. Bunu da artır deyirsə, deməli sürətimizdə 2 dəfə artmış olacaqdır. Yəni 44 C variantına gedir. 45-də yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlanan yükün kütləsini 4 dəfə azaldanda sürətin amplitudu necə dəyişəcəkdir? İndi də deyir ki, sərtliyin sabitdir, bir də rəqsin amplitudu sabit olacaqdır. Bu bayaqkı yazdığımız düsturdur. Elə həmin düsturdan ibarətdir bu yazılar. Bir dəqiqə buranı da silək. İndi bu hissələrimizi görməyə çalışırıq. Bizə dedi ki, qoy qeyd edim kənarda, sərtliyimiz də sabitdir, x-imiz də konstantdır. Demək ki, bizim müqayisəmiz bu tərəf olmayacaqdır. Amma ki, kütləni 4 dəfə azalıbdır. Bax, kütlə ilə sürətimizə baxıram ki, bunlar bir-birindən tərs asıdır. Kütlə indi deyir ki, azalıbsa, deməli sürət mütləq artacaqdır. Kütlənin də vəziyyəti kökün altında olduğu üçün bunu da 4 dəfə azaldırıqsa, 4 kökdən çıxacaq, eləyəcəkdir 2. Deməli, sürət 2 dəfə artmış olacaqdır. Yəni 45 A variantıdır. 46-cı sualda yaylı rəqqas harmonik rəqs edir. Yükün kütləsini 4 dəfə azaldanda təcilin amplitudu qiyməti necə dəyişir? Sərtlik və rəqsin amplitudu sabitdir. Yayın sərtliyi də düsturumuzun içində mütləq olmalıdır. Bir də rəqsin amplitudu xm də düsturumuzda mütləq olasıdır. Bir də deyir ki, kütləni isə 4 dəfə azaltmışıq. Təcilin amplitudu, yəni maksimum qiyməti necə dəyişmiş olacaqdır? Təcrimizin belə bir düsturu var idi çevrədə. Təcil bərabər idi omeqanın kvadratı r. Dedik ki, burada biz r-ləri mexaniki rəqsər və dağlarda xm-lə əvəz etmiş olacaq. Amma bu omeqamızın da bilirik yerinə k ilə m ilə əlaqəli hansı düsturu vardı? Gəlin onu yazaq. Təcrimizin maksimumu bərabər idi. Omeqanın yerinə kökün altında k bölünsün m yazaram. Bir də vurulsun k xm-dən ibarətdir. Belə. İndi bizə dedi ki, sənin kütlənin 4 dəfə azaldı. Bax, kütləmiz bizim 4 dəfə azaldısa, bir dəqiqə üzr istəyirəm uşaqlar. Burada mən axı bu ifadə kök kvadratdadır. Onda bu ifadə də kökün altına girmir ki, kvadrata yüksəldəndə təsəvvürən omeqanın, onda bu axı çıxır kökün altına. Və olur bizim bu ifadəmiz bu şəkildə. Görürük ki, təcillə kütləmiz də bir-birindən tərs asılıdır. İndi bizə deyirik kütləni 4 dəfə azalt. Kütləmizi 4 dəfə azaldanda təcilimiz onun da əks şəkildə 4 dəfə artacaq. Çünki bunlar tərs asılıdır. Biri artırsa, biri azalmış olacaqdır. 4 dəfə artar və 46 Y variantına gedəcəkdir. 47-ci sualda isə həmin elə düsturdur. Deyir ki, yayın sərtliyini 4 dəfə artıranda təcilimiz necə dəyişmiş olacaqdır. Bax, bizim tapdığımız düstur bundan ibarətdir. Buradan indi deyir ki, bizə sərtliyini 4 dəfə artır. Bax, sərtliyimizi 4 dəfə artıranda kütləmiz də 4 dəfə artır. Çünki, üzr istəyirəm, təcilimiz də 4 dəfə artır. Ona görə ki, təcillə yayın sərtliyimiz düz mütənasib asılıdır. Deməli, təcil də 4 dəfə artar və 47 B variantına gedəcəkdir. 48-ci sualımızı yazmamışdan öncə bunun üst hissəsini silək. Demək, burada deyilir ki, yaylı rəqqas 1 və 3 kənar vəziyyətləri olmaqla, bax, 1 ilə 3-cü hallar bizim kənar vəziyyətlərimizdir. Sonra isə iki tarazlıq vəziyyəti ətrafına yaşıl hissə bizim tarazlıq vəziyyətimizdir. Yəni, cismin yerində normal durduğu vəziyyətdir ki, rəqs edir. Hansı vəziyyətdə yükün təcili modulu 0-a bərabər olmuş olacaqdır. Deməli, belə edirik. Buradan bunları silirəm. Yadımıza bir dənə də salırıq ki, bizim tarazlıq halımızda nələr olurdu? Bax, tarazlıq halımız ortadakı vəziyyətdə. Tarazlıq halımızda
Sürət, impuls, kinetik enerji bunlar maksimum olar. Bax, bunların tarazlıqda maksimum olmağı təcilin, qüvvənin, XM-in potensial enerjinin minimum olmağı deməkdir. Yəni sıfır olmağı deməkdir. O da bizə deyir ki, burada deyir ki, təcil sıfıra bərabər. Təcilin sıfıra bərabər olmağı dedik ki, orta vəziyyətimiz olacaq. Bu orta vəziyyətimizdə 2 nöqtəsidir ki, yalnız C variantına 48 uyğun gələcəkdir. Amma bu kənar hissə var, 1 və 3-də də. Orda artıq təcil, qüvvə, XM, potensial enerji kənarda bunlar həmişə maksimum olur. Və bunların maksimum olmağı o zaman sürət, impuls, kinetikin minimum olmağı deməkdir. Kənar hallarda minimum olur. Amma təcil isə kənar hallarda maksimum şəklində olacaqlar. 49-cu sualımıza baxaq. 49-da harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Qrafikin hansı hissələri cismin impulsunun modulun azalmasına uyğundur? Belə ümumiyyətlə qrafiklər verəndə həmişə birinci nəyə fokuslanacaqsınız? Şaquli xəttdə görün hansı fiziki əməd verir? X verilibdir. Deməli, X-ə uyğun eyni qrup olan fiziki əmədlər hansılardır? Təcildir, qüvvədir, potensial enerji. Mən bunları elə bir ailə kimi qəbul edirəm. Yəni bu təcilin ailəsidir. Onların burada bizə lazımdır ki, bunların maksimum olmağı. Çünki bunlar maksimum olanda impuls hansı ailəyə uyğun idi? Sürət, impuls, kinetik enerjimiz. O zaman bunlar minimum olacaqdır. Bura sürətin ailəsidir, bu isə təcilin ailəsidir. Təcilin ailəsi maksimum olanda sürətin ailəsi minimum olacaqdır. İndi bizə deyir ki, impulsun minimum olsun. Impulsun minimum olmağı üçün bax bu 4 fiziki əmədlər maksimum olacaq. Bunların da maksimumu haradır? İstənilən bir fiziki əməliyyatın maksimum nöqtəsi təpəkökük nöqtələrdir. Onda 2 və 4 nöqtəsində təcil burada maksimum olduğuna görə sürət, impuls, kinetik enerji burada minimum olacaqdır. Həmin o maksimum nöqtələrimizi biz yəni artma tərəfi götürüb, artma nə tərəf götürürük? 0-dan 2-yə doğru, yəni 1-dən 2-yə doğru gələn hissə, bir də 3-dən 4-ə tərəf gələn hissəni götürürük. 1, 2 və 3, 4, 49 B variantına gedəcəkdir. 50-də yaydan asılan cismin kütləsini 4 dəfə artıranda rəqsin periodu necə dəyişəcək? Yayın periodu bilirik ki, beləlikdə 2 pi kökün altında n bölünsün k-dan ibarətdir. Və görürəm ki, periodun kütlə ilə düz mütənasib, amma kök altı asılıdır. İndi bizə deyir ki, kütlən artırsa, deməli periodumuz da artacaqdır. Kütlənin vəziyyəti görürəm ki, kök altındadır. Onda 4-ü kökün altına salıram. 4 də kökün altından çıxarıq, eləyir 2. Demək ki, periodumuz bizim 2 dəfə artaraq 50D variantına gedəcəkdir. 51-ci sualımızdan gəlin bunu bu tərəfə çevirək. Bu sualda isə yaylı rəqqasda kütlənin 4 dəfə artıranda tezliyi necə dəyişir? Yaylı rəqqasımızın tezlik düsturu 1 bölünsün 2 pi kökün altında k bölünsün m-dən ibarətdir. Kütləmizi əgərlərim artırarsa tezlik bununla tərs mütənasib asılıdır. Kütlə artarsa deməli tezliyimiz azalacaqdır. Kütlənin vəziyyəti hal-hazırda kök altından 4-dür. Sonra bu 4 kökdən çıxacaq, olur 2. Deməli tezliyimiz də 2 dəfə azalacaq, yəni 51 D variantına gedəcəkdir. 52-yə baxaq. 52-ci sualda yaya bağlanmış cismin harmonik rəqs edir. Eyler-Venn diaqramda uyğunluğu baxaq. AB və BC hissələri görək nəyə uyğun gələcəkdir. Bax, bu AB hissəsini görürsən, buradan X artır. Nəyə artmağını istəyiriksə, o sıfırdan uzaqlaşmalıdır. Yəni, bax, bu hissələrdən uzaqlaşasıdır. İndi AB hissəsində biz nə görürük? Gəlin, bunu kənardan yazıram. AB hissəsində X-dir, təcildir, qüvvədir, bir də potensial enerji. AB hissəsində bunlar artırlar. Hə, bunlar artırsa, onda deməli, sürətin ailəsi azalacaqdır. Yəni, sürətdir, impulsdur, kinetik enerji. O zaman bunlar burada azalacaqlar. Azalır yazaq buna da. Sonra keçid edirəm buradan BC hissəsini. BC hissəmiz bizim, bax, bu vəziyyətimizdir. Bu hissəmizdə onda nə olacaqdır? X azalacaqdır, təcil də, qüvvə də, potensial enerji. Bunlar burada azalırlar. Onda bunların azalmağı digər ailənin artmağı sayılır. Yəni sürət, impuls, kinetik enerjimiz isə burada artmış olacaqdır. Bura bax, bizim tez zaman oxudur. Fərqi yoxdur da. Tez zaman oxunun hansı fiziki əməd kəsirsə vəssalam, o onların azalmağıdır. Buna səbəb bax, bura onların sıfıra düşməyi deməkdir. Yavaş-yavaş elə bir düşür də onlar aşağı. Belə.
İndi başlayıram yerləşdirməyə. Deyir, yayın potensial enerjisi artır. Potensial enerjimiz hansı vəziyyətdə artır? Görürəm ki, AB hissəsində artır. Ona görə birinciyə getmiş oldu. Cismin impulsu modulu artır. İmpuls harda artır deyə burada bir hissədə yazmışam, BC hissəsində. Onda bu ikinci şərtimiz ikinciyə uyğun gələcəkdir. 3 də elastiklik qüvvəsinin modulu artmış olacaqdır. Bax, bizim burada belə baxanda, götürəndə elastiklik qüvvəmiz bizim burada harda artır? Yəni qüvvəmizin artmağı da qüvvə artır deyə burdan yazmışam. Bax, bu AB hissəsinə, ona görə bu bura uyğun gələcəkdir. 1-3 hissəsinə gedir. 4-də isə elastiklik qüvvəsi tarazlıq vəziyyətdən doğru yönəlmiş olacaqdır. Ümumiyyətlə, həmişə elastiklik qüvvə nədir? Prujna yaranan bir qüvvədir də. O həmişə əvvəlki durduğu vəziyyətə meyillidir. Fərqi yoxdur AB və BC hissəsində. Bunun üçün bu hissə bunların ortağına gedir. 5-ci şərtdə isə cisim azalan təcillə yeniləşən hərəkət edəcəkdir. Yeniləşən sözünü gördünsə, bilməlisən ki, bu sürətin artmağıdır. Və sürət harada artır? Sürət görürsən, burada yazmışam, BC hissəsində sürət artır. Sürətin artarsa sənin, onda sənin burdakı təcilin azalacaqdır. Təcilin azalmağının adı azalan təcillə yeniləşən olacaqdır. Yəni bu 5-ci şərt BC aralığına uyğun gəldi. Tapdığımız cavablarımızı yerləşdirirəm. Deməli, biz nə tapdıq? Birinciyə 1-3 uyğun gəldi, sonra ikinciyə 2-5 uyğun gəldi, 4 də onların ortaqlarına və 52 B variantına gedir. 53-cü sualımıza baxaq. Yaya bağlanmış maddi nöqtə A və D nöqtələri arasında harmonik reaksiya edir. A və B nöqtələrin yayın potensial enerjiləri nisbətlərini təyin etməliyik. Bax, bura görürük ki, bizim bu O yazılan tarazlıq halımızda ortadakı tarazlıq halıdır. Bura. İndi deyir ki, A nöqtəsin B nöqtəsinə potensial enerjisi nisbətən qurmalısan. Yaydan söhbət gedirsə, bilməli ki, yayın sərtliyi, yəni K konstant olacaqdır. Bir də buradan fikir versəz, bax, O-dan Aya kimi olan məsafəyə baxın. Odan Aya qədər olan məsafəmiz bizim buradan görürük ki, 20 santimetrdir. Bu da santimetrimiz yazılıbdır. Yəni, XA-nın maksimum uzaqlığı 20 santimetrdən ibarətdir. Buranı indi silirəm, indi B nöqtəsinə baxıram. B nöqtəmizdə O-dan B-yə qədər gəldiyi məsafədə o da 10 santimetrdir. Yazıram ki, B nöqtəmizin də maksimum uzaqlığı 10 santimetrdən ibarətdir. İndi isə potensial enerjimizin düsturunu yazaq. Yayın potensial enerjisinin düsturu K-ya, X-ə uyğun belə bir düsturu var idi. K X-in kvadratı bölünsün 2-dən ibarətdir. Yayın sərtliyi dəyişmir. O heç o sabitdir, onunla işimiz yoxdur. Amma potensial enerjimiz X-ə düz asılıdır, həm də kvadratik şəkildə asılıdır. İndi isə bizə nisbətdə deyir ki, A-nın potensialını B-nin potensialına böl. Onda nisbət yazırıq. Potensial enerjimizin A-sını potensial enerjimizin B-sinə bölməliyik. Bu da X-ə düz asılı olduğu üçün həmçinin kvadratik şəkildə. Onda XA-nın XB-yə nisbətini yazıram. X-in də vəziyyəti kvadrat olduğuna görə bunu alıram kvadrata və görürük ki, XA-mız bizə burada 20 santimetr verilmişdir. Bunun yerinə 20 santimetrində yazaq. XB-miz isə bizim burada 10 santimetrdir və bunu da santimetrini yazıram və X-in də başı kvadrat olduğuna görə alırıq bunu kvadrata. Santimetrləri sıfırlar gedir, qalır 2-nin kvadratı. 2-nin də kvadratı bizə 4-ü verəcəkdir. Və bu nisbətimiz bizim 4-ə bərabər olaraq 53 B variantına gedir. 54-cü sualda isə gəlin bu hissələrimizi silək və şərti oxuyaq. Yaydan asılan kürənin tarazlıq vəziyyətindən aşağıya doğru 0,1 məsafə dartılır. Sonra buraxdılar. Harmonik rəqslərdə rəqs tezliyi 5 Hz olarsa 2 saniyə ərzində kürə nə qədər yolu getmiş olacaqdır. Bax, elə bil ki, bu bizim prujnumuzdur. Prujundan buradan bir cisim astılar. Bu qədər uzandı. Bunun uzaqlığı buradan bura kimi maksimum uzaqlığı olubdur. Yəni, bax, o X-imizi bizə amplitudumuzu verir 0,1. Yazıram, X-in bərabərdir 0,1 metrdən ibarətdir. Daha sonra verilənlərimizi qeyd eləyək. Buradan deyir ki, rəqsimizin tezliyi 5 Hz-dir. Yəni, nu 5 Hz-dən ibarətdir. Sonra zamanımızda balaca t-də, yəni zamanımızı da verilibdir bizə. 2 saniyə deyir ki, indi sən burada bu cisim burada nə qədər yol gedəcəkdir? El də sualdır. Biz də bilirik ki,
Deməli, yaylı rəqqas olsun, riyazi rəqqas olsun, yolun düsturu bu şəkildə olacaqdır. El bərabərdir 4 vurulsun xm amplitud, bir də həmin rəqslərin sayına bərabər olacaqdır. Bax, biz burada eni nə ilə əvəz edə bilərik? T və nü ilə əvəz edə bilərik. Çevrə üzrə bərabər sürətlə hərəkətdə dövrlərin sayını necə yazırdıq? Dövr etmə tezliyi vurulsun zaman idi. İndi bax, bu mövzuda isə eni nü ilə əvəz edirik. Bu da olur Newton. Və gətirin mən buradan eni yerinə Newton'imizi yerləşdirəm. Yəni elimiz bərabər olur 4xm vurulsun T New'dan ibarətdir. İndi yazıram 4 vurulsun x'imiz, yəni bizim amplitudumuz 0,1'dir. Zamanımız buradan T, yəni 2 saniyədir. Zamanın yerinə 2 yazıram. Tezlik də buradan 5 Hz'dir. Bunu da yazırıq belə 5 Hz. Sonra indi sadələşdirim. 2-ni 5-ə vurduq. Belədir 10. Və buradakı 0,1-lə bu onluğun biri ixtisar olundu. Qaldı 1. Qalır elə bu şəkildədir. Belə. 4-ü də 0,1-ə vuranda cavab eləyəcəkdir 0,4 metr. Yəni 54 C variantına gedəcəkdir. 55-ci sualda 5 santimetr sıxılmış, sərtliyi 100 Newton metr olan bağlanmış 1 kiloqram kütləli cismin harmonik rəqs uyğun hərəkətin tənini tapın. Baxın, buradan sıxılmış deyirsə, bu həmişə kosinus qanuna görə dəyişmiş olacaqdır. Nəyə görə? Bax, elə bil ki, belə götürəm. Bir purşun götürəm üfüqi səthi üzərində. Normal durduğu hal deyək ki, budur. Buradan indi cistimizi bağlayırıq və bunu sıxırıq. Maksimum şəkildə sıxırıq. O altdan göstərəm bunu. Bax, bu maksimum şəkildə sıxılıb. Bunun hər hansı bir müəyyən bir qiyməti olur. Müəyyən bir qiymət alınırsa, bu kosinus qanuna görə dəyişmiş olacaq. Nəyə görə? Gəlin bir dənə onu da çəkək. X-in T-dən asılılıq qrafikini çəkəndə, kosinus qanuna görə dəyişəndə bu müəyyən bir kənardan gəlir qiyməti. Sıfırdan gəlmir, müəyyən bir kənardan. İndi onu bilmirəm nə qədərdir. Misal üçün deyəlim ki, deyək buradan 5 santimetr sıxılmış. Çünki bunun bir qiyməti var. 5 santimetrə 0,5-dir də. Amma bunun 0 versəydi, o zaman bu artıq bax buradan gələcəkdir. Sinus qanuna görə dəyişmiş olacaqdır. Ona görə də bu şəkildə yazılacaqdır ki, kosinus təliminə görə yazacaq. Yəni x bərabərdir xm vurulsun kosinus omega t-mizi. Dedik x'imiz nə qədərdir? Sıxılmışdır da, yəni xm maksimum sıxılmışdır. Onda xmin yerinə yazıram ki, buradan santimetr 100-ə bölürəm ki, metrə çevirim. Bu eləyəcəkdir 0,5 kosinus. İndi omega necə yazıram? Omeganı biz 2pi böl t ilə 2pi n yaza bilərik. Amma burada biz nə görürük? Sərtlik görürük. Bizə sərtliyi K-nı 100 Newton metr veribdir. Kütləni 1 kiloqram veribdirsə, omegamızın bu fiziki əməklərə uyğun belə bir düsturu var. Omega bərabərdir kökün altında K bölünsün M-dən ibarətdir. Aha. İndi bunu yerləşdirəcək və burada K-mız 100-dür, M-miz də 1-dir. 100 də 1-ə böləndə bu 100 eləyir. 100 də kökün altından 10 çıxır. Deməli, omegamızın yerinə 10 yazacağım. 10 T-dən ibarətdir. 0,5 kosinus 10 T və 55 C variantına gedir. 56-ya baxaq. Harmonik rəqs eləyən 1 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin x-dən asılı qrafiki verilir. Rəqsin tezliyini tapın. Verilənlərimizi yazaq, görək nə əmələ gələcəkdir. Kütləni bizə veribdir 1 kiloqram. Bax, görürük ki, bu F-dir. Buradakı F-in də qiymətini şaquli xəttə 9 veribdir bizə. Yəni, F-imiz bərabərdir 9 Newtondan ibarətdir. İndi X xəttimizə baxırıq. X xəttimiz üfüqi xəttədir. Buradan da bunun qiymətini bizə 1 santimetr veribdir. Yəni, x-imiz də, daha doğrusu metr verib. X-imiz 1 metrdən ibarətdir. Tezlik də sualdır, axtarışdadır. İndi gəlin belə eləyək. Bunu 2 yolla sizə deyəcəm həllini. Bax, M-lə F-in sayəsini biz nəyə tapa bilərik? Təcili bizə tapa bilərik. Çünki bilirik ki, əvəzləyici qüvvəmiz bərabərdir. M-A-dan ibarətdir. Yazaq buradan. F əvəzləyici bərabər M-A-dır. Buradan təcilimizi tapanda F əvəzləyicinin kütləyə olan nisbətidir. Əvəzləyici qüvvəmiz 9, kütlə də 1-dirsə, onda təcil gəldi elədir 9 metr saniyənin kvadratı. Bunu kənardan yazıram. Daha sonra bura fikir versək, x-dir, newdur və təcildir. Onda bizim bu 3 fiziki əməliyyata uyğun belə bir düsturumuz var da, təcilimiz bərabər idi. 4pi-nin kvadratı, new'nun kvadratı, bir də x-dən ibarətdir. Buradan new'umuzu çıxaraq, çünki tezliyi tap deyir də bizə. New bərabərdir, təcil bölünsün 4pi-nin kvadratı x-dən ibarətdir. New'nun başı kvadrat olduğu üçün bunlar girəcəkdir kökü altına və buradan kvadrata fikir verin 4pi kvadrat. O kökün altından çıxacaqdır. Onda bunu belə yazırım.
1 bölünsün 2pi, kökün altında təcil bölünsün xm yerləşir. İndi qoyaq verilənləri yerinə yazaq. Deməli, pimizi bizə 3 veribdir. Pinin yerinə buradan 3 yazıram. Təcilimizi tapdıq ki, 9-dur. Təcilin yerinə 9 yazıram. Bir də ki, x'imiz də bizim burada nə qədərdir? 1-dir. X'imin də yerinə 1 yazanda bu da deməli 9-u 1-ə böləndə bu 9 eləyir. 9 da kökün altından çıxacaqdır. Olar 3. Yəni vurulsun bu 3-dür. Buradakı 3-lər də bu 3-dən ixtisar olunur. Qalır son ifadə 1 bölünsün 2. 1-i də 2-yə bölmək, bu da 0,5 hertz olacaqdır. Yəni bu sual 56-da C variantıdır. İndi o dediyim sizə ikinci həll yoluna bunun baxaq. Bax, bunları buradan silirəm. İndi bunu nə cür şəklə yanaşa bilərik həmçinin? Deməli, buradan görürük ki, bu mənfi rüblərə düşübdür. Bax, mənfi rübdə. Bu isə bizim elastiklik qüvvəmiz olacaqdır. Elastiklik qüvvəmizin də düsturu F elastik bərabərdir. Mənfi koeffisiyentlə mənfi hərəkətin istiqamətinin əksinə getdiyi üçün bunu mənfi yazırıq. Yaxşı. İndi buradan bunları bir dəqiqə rənglərimizi silək buradan belə. Buradan indi görürük ki, bizim F'imiz var, bəli var, X'imiz də var, var. Bunların sayəsində biz K-nı tapa bilərik buradan, K-nı, yayın sərtliyini. Sərtliyimizi tapıram. K bərabərdir F elastik bölünsün X-dən ibarətdir. Elastiklik qüvvəmiz 9-dur, X-imiz də 1-dir. 9-u da 1-ə böləndə yayın sərtliyi K-sı elədi 9 Newton bölünsün metrdən ibarətdir. İndi bax bu K var, bu M qalıbdır, bir də New qalıb da. Bizim bunlara uyğun düstur, yayın tezliyinin düsturu 1 bölünsün 2pi kök altında K bölünsün M-dən ibarət olacaqdır. 2 vurulsun pimiz 3 verilibdir. K-mız buradan nə qədərdir? 9-dur. Kütləmiz də 1-dir. Yenə bu bayaqkı necə yazmışdıq? Eynən o şəkildə cavabımız gəlib çıxacaq. 9 kökün altından 3 çıxır və 3-lər oradan ixtisar olunur. Yerdə qalacaqdır. 1 bölünsün 2, o da olacaqdır 0. Onda 5 yeriz. Yenə də cavab 56-da C variantına gedəcəkdir. Hər iki yolun dedim. Ümid edirəm ki, bu izah aydındır sizə. Sonra baxaq buradan 57-ci sualımıza. Birinci rəqqas n sayda rəqs etdiyi halda ikinci rəqqas nə qədər edir? Bax, bu birinci deyirsə, deməli bizim buradakı birinci rəqqasımızın sayı n1-dir, n-dir. Bəs deyir ikinci rəqqasın, yəni bu nə qədər rəqs etmiş olacaqdır? Onda n2 də bilmirəm. Doğrudur, sualdır, axtarışdadır. İndi biz nə görürük? Görürük ki, burada purşunlardır. Purşunlarda olanda yaylı rəqqasımızın, periodumuzun düsturunu yadımıza salırıq. Period bərabər idi 2pi kökün altında n bölünsün k-dan ibarətdir. Amma burada bizdən n-lər soruşulur. N soruşulursa, çevrə üzrə bərabər sürətlə hərəkətə də keçmişdik ki, periodumuz nəyə bərabərdir? Zaman bölünsün n-dən ibarətdir. Bax, buradan mən periodumuzun yerinə bu ifadəmizi yerləşdirəcəm ki, zaman bölünsün n-dir. Yazıram bura. Zaman bölünsün n, yəni rəqslərin sayıdır. Buradan biz nə görürük? Baxıram ki, bizim buradakı cisimlərimizin kütlələri hamısı eynidir. Bu da m-dir, bu da m-dir. Deməli, rəqslərin sayı ilə m, burada m sabit qalacaq da qısacası. Sonra başqa nəyə baxıram və görürəm ki, k-lar fərqlidir. Birinci k1-imiz 1k-dır, ikinci k2-miz 9k-dan ibarətdir. Onda biz nisbət həmişə quranda dəyişən fizik əməmətlərə uyğun nisbət qurulacaq. Və görürəm ki, n ilə k-mız bir-birinə düz asılıdır. Niyə görə? Hər ikisi bunlar aşağıda, yəni məxrəcdə yerləşiblər. Ona görə indi mən nisbət qururam. N2-nin nisbətini N1-ə qururamsa, yazıramsa nisbətini. Gördüyümüz kimi K ilə düz asılıdır, amma kökaltı şəklində asılıdır. Düz asılıq odur ki, bunun ayağını 2 atdımsa, bunun da ayağını 2 atıram. Bunun ayağını 1 atdımsa, bunun da ayağını 1 atıram. Amma ki, hal-hazırda K-nın durumu, vəziyyəti kökün altında olduğuna görə bu ifadəni salıram belə kökün altına. İndi də yerləşdirirəm. K2-miz görürük ki, buradan bizim 9K-dan ibarətdir. K2-nin yerinə 9K yazıram. K1-imiz də sadəcə 1K-dan ibarətdir. Bu da kök altı. K-lar ixtisar olunur, qalır 9. Kökün altından da 9, 3 çıxacaqdır. Yəni bizim ən son ifadəmiz bu şəkildə qaldı. N2-nin N1-ə nisbəti bərabərdir 3-dən ibarətdir. N2-ni soruşduğuna görə bizdən 3 N1-ə belə çarpaz vurulacaqdır. Yəni N2 bərabərdir 3 N1. N1-i də bax bizə nə vermişdi? N1-imizi də N vermişdi. Onda 3-ü də N-ə vuranda cavab olur 3N. Yəni 57A variantına gedəcəkdir. İndi 58-i ona görə bir zəhmət 57-nin izahına baxaraq yaza bilərsiniz. Düzdür, həllini yazacağam, amma uzun-uzadı danışmayacağam. Deyir ki, bizə birinci rəqqasımız N1-imiz N-dirsə,
Amma ikinci rəqqası nə qədər olacaq? N2-miz də bizim burada sualdır. Düstur yenə yazdığımız kimi həmin düsturdan ibarət olacaqdır. Sadəcə bunları buradan silirəm. Düsturumuz buradan çıxartmışam. Bax, elə hazırda indekslərini qoyub yerləşdirəcəm. Yenə görürük ki, buradan bizim birinci purşunumuzun da, ikinci purşunumuzda hər birinin kütləsi M-dir. Ona görə bunlar eyni kütlələr olur, MJ-lər olur. Onun üçün buradan da buna yazmayacaq nisbəti. Fərqli olanlar hansılardır? K-lardır. Yəni birinci yayın sərtliyi K1 K-dır. İkinci yayın sərtliyi K2 4K-dır. Yazıram K2-nin yerinə 4K, K1-in də yerinə K. Bu ifadə kökü altındadır. 4 də kökdən çıxaraq 2 eləyir. Yəni N2-nin N1-ə nisbəti bərabər olacaq 2-yə. Oradan da N2-ni soruşduğuna görə bizdən bu da elədi 2N1. N1 də bizə verilibdir burada N. Cavab olacaqdır 2N-dən ibarət və bu sual burada 58-də B variantına gedəcəkdir. 59-cu sualda yaylı rəqqasın harmonik rəqslər zamanı cismə təsir edən qüvvənin modulu maksimum olduqda hansı fiziki əməklərin qiyməti maksimum olacaq? Bax, deyir ki, sənə qüvvə maksimumdursa, yazıram ki, qüvvəmizin maksimum olmağını istəyirsə, deyir hansı digər fiziki əməklərdə maksimum olacaqdır? Qüvvə ilə həmişə eyni qrup ailə üzvləri var idi ki, təcil idi, qüvvə idi, XM idi, bir də potensial enerji. Bunlar hamısı oktavoy şəkildə birlikdə maksimum olacaqlar. İndi bu deyilənlərə baxaq, hansılardır burada? Təcili götürəcəyik. Sonra tarazlıq vəziyyətdən olan yer dəyişmə. Bir də potensial enerjimiz. Bax, bunlar olur. 1, 3 və 5-dən bu sualımızın cavabı ibarət olacaqdır. 60-da rəqqasın sönməyən harmonik rəqslər zamanı hansı fiziki əməklər dəyişmiş olacaqdır? Bu, həm rəqsin fazası, həm də rəqsin tarazlıq vəziyyətində olan yer dəyişmə olaraq 3 və 4-ə gedəcəkdir. 61-ci sualda yaylı rəqqasın harmonik rəqs zamanı cismin kinetik enerjisi maksimum olanda hansı fiziki əməklər maksimum olacaq? Dedik ki, bunlarla eyni ailə üzvləri olanlar sürət, impuls və kinetik enerjidir. Əgər kinetik enerjinin maksimum deyirsə, o zaman həm sürətimiz, həm də impulsumuz maksimum olacaqdır. Sürət və impuls 1 və 3 cavabına gedəcəkdir. 62-ci sualımızda sərtliyi 100 Nm olan yaya bağlanmış 160 qram kütləli cismin amplitudu 4 sm olaraq harmonik rəqs edir. Onun tarazlıq vəziyyətini keçən andakı sürətini hesablayaq. Verilənlərimizi ilk öncə yazaq, görək nə əmələ gələcəkdir. Yayın sərtliyi 100 Nm/metrdən ibarətdir. Kütlə bizə 160 qram verirsə, 1000-ə böləcək ki, o olsun kiloqram, olur 0,16 kiloqram. Amplitud burada deyilir ki, bizə 4 sm-dir, yəni x-in bərabərdir. Bunu da metrə çeviririk deyə 100-ə bölürəm. Olur 0,4 metr və daha sonra bir tarazlıq vəziyyətindən keçən andakı sürəti hesablayın. Tarazlıq andan keçəndə bu sürətimizin maksimumudur. Bunu bizdən soruşur. Belə. İndi isə biz bilirik ki, sürətimizin maksimumu belə bir x ilə əlaqəli düsturu var idi ki, omega xm-dən ibarət idi. Və bir omeqanın da açılışı kökün altında k bölüsün m-dən ibarətdir. İstəyirsən gəl omeqamızı kənardan tapaq. K bölüsün m-dən ibarətdir. Yazıram indi verilənlərimizi. K-mızın qiyməti 100, m-imizin qiyməti 0,16-dır. Deməli, K-nın yerinə 100 yazıram, m-imiz də 0,16-dır. Buradan 100 kökdən çıxır 10 olur, 0,16 da kökdən çıxaraq 0-ın da 4 eləyir. Bu da 100-ün 4-ə bölünməsi 25 deməkdir. Omeqamız da hazırdır. İndi gətirəm omeqanın yerinə 25 yazıram. X-imiz də bizim burada 0,4-dür. 25-i də 0,4-ə vuranda bu da 1 metr bölünsün saniyə olacaqdır. 63-cü suala baxaq. Bunları silək. Bu sualımızda yaya bağlanmış 0,1 kiloqram kütləli cisim üfüqi müstəvidə 0,1 metr amplitudla harmonik rəqs edir. Cisim 6 saniyə ərzində 1,2 metr yol gedirsə, yayın sərtliyini hesablayın. Deməli, verilənlərimizi qeyd edək öncə kənardan. Kütlə verilibdir 0,1 kiloqramdan ibarət. Həmin bax bu rəqsin amplitudu 0,1 metrdən ibarətdir. Zaman verilibdir buradan bizə 6 saniyə. S-imiz 1,2 metrdən ibarətdir. Bir də bizdən sərtliyimizi soruşur. Biz də bilirik ki, bax belə məsələlərdə gedilən yol S-imiz bərabər idi. 4 vurulsun x-im, yəni amplitud vurulsun n idi. Həmin bu n də rəqslərin sayı idi. Buradan bizim hansı hərflərimiz var? Bax, S var, 4 düsturun özünə görədir.
XM-imiz var, deməli n yoxdur. Biz bax buradan n-imizi taparıq, sonra da n-lə omeqamızı əlaqələndirəcək. N-i tapanda buradan olacaqdır s bölünsün 4x m-dən ibarətdir. S yəni yolumuz bizə 1/2 verilibdir. X-m də 0/1-dir. Bu da eləyəcəkdir 12 bölünsün 4. Rəqsin sayı buradan 3-ə bərabər olacaqdır. İndi biz buradan rəqsin sayını tapdığımıza görə omeqamızın da bizim baxaq nə cür düsturu var idi bax. Omeqamız bizim bərabər idi. N ilə əlaqəli belə bir düsturu var idi. Çevrədən də keçmişdik. 2pi bölünsün zaman vurulsun n idi. Bax buradan. İndi istəyirsənsə buradan omeqamızı tapaq. Omeqamızı tapaq. Sonra omeqamızın k ilə m ilə əlaqəli bayaqdan yazırıq. Belə bir düsturu var idi. Kökün altında k bölünsün n belə bir düsturla yaza bilərim. Ya da ki, buradan omeqamızın yerinə elə mən gətirərəm bu ifadəmizi yerləşdirərəm. Bunun yerinə yazaram ki, k bölünsün n kökün altında. Bunda da məcburuq ki, biz buradan kökün altından çıxardaq da. Onda bunu istərsən belə elə. Ya da ki, gəl salamatı elə ən yaxşısı qarışdırıcı gəlməsin bizə deyə omeqamız bərabərdir 2pi n dövrlərin sayı bölünsün zaman şəklində verilənlərimizi qoyaq yerinə yazaq. Deməli, 2 vurulsun pi-nin qiymətini bizə 3 veribdir. N-imiz buradan da 3-dür. Zamanımız da 6-dır. Bu da belə. İndi 2-ni 3-ə vuranda belədir 6. 6 ilə 6 ixtisar olundu. Omeqamız bizim 3-dən ibarət oldu. Kənardan yazıram ki, omeqamız bunların hamısını silək buradan. Yer çünki yoxdur deyə hamısını silək. Omeqamız bizim bərabər oldu 3-dən ibarətdir. Bu da belə. İndi dedik ki, omeqamızın k ilə m ilə əlaqəli bax bu düsturu var idi ki, omeqamız bərabər idi. Kökün altında k bölünsün n-dən ibarətdir. İndi bizə buradan k-nı soruşduğuna görə bu ifadələri yuxarı hamısını kvadrata yüksəldəcək. Olur onda belə omeqanın kvadratı bərabərdir. Artıq bu köklər azad olur. Qalır k bölünsün n-dən ibarətdir. K-nı da soruşanda buradan omeqanın kvadratı m-ə kütləyə vurulacaqdır. Omeqamız 3-dür. 3-ün kvadratı 9. Kütləmiz də 0,1-dir. 0,1 ilə 9 bir-birinə vurulanda sərtliyimiz 0,9 Newton bölünsün metrdən ibarət olur. Belə, baxaq sonra 64-cü sualımıza. 64-də sərtliyi 3,6 Newton metr olan yaya bağlanmış cisim üfüqi müstəvidə 0,5 amplitudla harmonik rəqs edir. Cisim 5 saniyə ərzində 1 metr yol gedirsə, cismin kütləsini hesabla pi də var. Yenə verilənlərimizi kənardan qeyd edək. Sərtlik verilibdir bizə 3,6 Newton bölünsün metrdən ibarətdir. Amplitud yəni xm bərabərdir 0,5 metrdir. Zamanımız 5 saniyədən ibarətdir və S-də 1 metr yol gedilibdir. Pi də var. Deyək ki, bu cismin kütləsini tap ki, bu nəyə bərabər olacaqdır? Bundan öncəki sualı necə yazmışımsa, eynən də bu o şəkildə olacaqdır. Yolumuzun düsturu S bərabər idi 4 amplitud, yəni xm vurulsun n-dən ibarətdir. Bax, S var, var. 4 düstura görə də xm-imiz də var, amma n yoxdur. Onda buradan biz n-imizi çıxardacaq. N bərabərdir. S bölünsün 4 xm-dən ibarətdir. S 1-dir. 4 vurulsun xm də 0,5-dir. Deməli, 4-ü də 0,5-ə vuranda beləcəkdir 0,2. Yəni, son ifadə bu qalıb. 1 bölünsün 0,2. Bu da onun da 2-yə bölünməyi, bu rəqsin sayı n-imizin 5-ə bərabər olmağı deməkdir. İndi kənardan yazıram, bax. Burada bizim k-mız var, zamanımız qalıb. N və N qalıb. Bunları istifadə etməmişik bu fiziki kəməkləri. İndi bunu necə edə bilərik biz? Deməli, yenə də yazırım. Öncə omeqamız bizim bərabər idi. 2pi dövrlərin sayı bölünsün zamandır. N-i də tapdığımıza görə, daha doğrusu rəqsin sayı. N-i də tapdığımıza görə omeqamızı çıxardaraq sonra k bölü m-də yerləşdirmiş olacaq. İndi gəl yazaq. Pi-miz bizim burada 3-dür. N-imizi 5 tapmışıq. Zaman da 5-dir. Bunlar ixtisar olundu. Omeqamızın qiyməti 2,3 6-dan ibarət olacaqdır. Omeqamızın qiymətini yazıram kənardan. Omega bərabər oldu 6. İndi isə omeqamızın k ilə m ilə əlaqəli düsturunu yazıram. Omega bərabərdir. K bölünsün m-dən ibarətdir. Və buradan k-nı tapmaq istəyirəmsə, onda bunların hər yanını kvadrata yüksəldəcəm. O zaman olur, bizim bax bu ifadəmiz bu şəkildə. Bax, bunlar kökün altından çıxırlar, belə qalır bu şəkildə. Yəni, omeqamızın kvadratı bərabər oldu buna. İndi bizə deyir, kütləni tap. Hə, kütləmizi taparamsa, m ilə omega yerlərini dəyişəcəkdir.
K bölünsün omeqamızın kvadratı. K'mız bizim burada 3,6'dır. Omeqamız da 6'dır. 6'nın da kvadratı eləcək 36. Bu da bölünəndə kütləmiz isə bizim 0,1 kiloqramdan ibarət olacaqdır. 65-ci sualda isə sərtliyi 5 Newton metr olan yaya bağlanmış, kütləsi 0,2 kiloqram, üfüqi müstəvidə 0,5 amplitudda harmonik rəqs edir. Zaman 12 saniyə ərzində neçə metr yol getmiş olacaqdır? Bax, sərtliyimizi bizə K veribdir. Kütləmiz 0,2-dir. Amplitud X-im. Zaman 12 saniyə və bu da deyir ki, neçə metr S-imiz sualdır. Bax, bunu yazmaq istəyirsə 65-i, 64-ün, 63-ün izahına daha ətraflı baxa bilərsiniz. Yine düsturumuzu yazırım. S bərabər, yəni yol bərabər 4 vurulsun X-im amplitud, bir də vurulsun bunların saylarına, rəqslərin yəni sayına. Buradan mən kənardan görürəm ki, bizim zamanımız var. Zaman var. Bir də başqa nə var burada? Kaydı, hə. Deməli, belə edirik. Onda biz buradan n-imizi çıxardırıq. Yəni, n bərabərdir. S bölünsün 4x m-dən ibarətdir. S-imiz bizim burada nə qədər? S soruşulur. Bizdən üzr istəyirəm. S-i soruşur. Hə, onda biz eləyə biləcək buradan. Omeqamız bizim n ilə əlaqəli düsturunu yazıram. Omeqamız bərabər idi 2 pi rəqslərin sayı bölünsün zamandan ibarətdir. Belə bir ifadəmizi yazırıq. N-imizin yerinə bunu yazaq. Buradan yerləşdiririk. N-i buradan mən taparamsa, omega t-yə çarpaz vurulacaqdır və 2 pi-yə bölünəcəkdir. N-imiz bərabərdir. Omega t bölünsün 2 pi-dən ibarətdir. Gəlin də bunu yazaq. S bərabərdir 4x-im. N-in yerinə yazıram ki, omega t bölünsün 2 pi-dən ibarətdir. Bunu yazıq bir kənara. Sonra bizim burada k-mız da var idi, m-miz də var idi. Bax, m də var, k da var. Onda omeqamızın bilirikdə belə bir düsturu var idi. K bölünsün m idi kökün altında. İndi gəl bunu kənardan hesablayaq. K-mızın qiymətini bizə 5 verib. Kütləmiz də 0,2-dir. Bu da 5-in 0,2-yə bölünməyi 50-nin 2-yə bölünməyidir ki, bu da 25-dir. 25 də kökdən 5 çıxdı. Deməli, bizim omeqamızın da qiyməti 5 yersdir. İndi bunu başlayırıq indi. Verilənlərimizi yerinə qoyuruq, yazırıq ki, S bərabərdir 4 vurulsun. X-imiz bizim burada 0,5-dir. Omeqamız 5-dir. Verilən zamanımız 12-dir. Məxrəcimdə 2 də vurulsun 3-dən ibarətdir. İndi sadələşdirim. 2-ni 3-ə vurduq. Bu elədi 6. 12 ilə 6 ixtisar olundu. Bu elədi 2. Buradan yazaq 2. Sonra 5-i 2-yə vurduq. Bu elədi 10. Buradan deməli bu 0,5 bu 10-luq ixtisar olunur. Qalır onda 0,5 yox, 0,5. 4 də 0,5-ə vuranda cavab eləyəcəkdir buradan 2 metr yol getmiş olacaqdır. 66-cı sualı, gəl buradan silək bunları. Sərtliyi 10 Newton metr olan yaya bağlanmış kütlə 0,4 kiloqramdır. Üfüqi müstəvidə 0,5 amplitudda harmonik rəqs edir. Neçə saniyə cisim 1 metr yol getmiş olacaqdır. Verilənlərimizi qeyd eləyək. Sərtliyimiz K-nı bizə verib 10 Newton metr. Kütlə 0,4 kiloqramdır. Amplitud, yəni X-im 0,5-dir. Və neçə saniyədən sonra 1 metr yol gedir. Yəni, S-imiz bizim 1 metrdir. Zamanımız da sualdır, axtarışdadır. İndi isə biz belə edək. K ilə M-in sayəsində biz omeqamızı taparıq. Omeqamız bərabərdir kökün altında. K bölünsün M-dən ibarətdir. K deməli 10-dur. M-imiz də 0,4-dürsə, 100-ün də 4-ə bölünməyə bu 25 eləyəcəkdir. 25 də kökün altından çıxacaqdır, olacaqdır 5. Yəni, omeqamız bizim 5-dən ibarətdir. Buradan yazaq bunu. Elə silək şunu, yaxşı, gəl elə yuxarıdan yazaq ki, hə, omeqamız 5-dən ibarətdir, yaxşı. İndi əlimizdə hansı fiziki əməklər qalıb? X-dir, S-dir, T-dir, omeqadır. Biz isə bilirik ki, gedilən yolun düsturu bu mövzumuzda 4x-im vurulsun n-dən ibarətdir. Amma bizim burada n-imiz yoxdur. N-i nə cür şəklə tapa bilərik? Omeqamız bərabər idi, 2 pi vurulsun n, rəqsin sayı, bölünsün zaman idi. Buradan n-imizi taparıq. Onda n də bərabər olacaqdır. Omega t-yə vurulur və bölünür 2 pi. Vəssalam, n-in də yerinə onda bu ifadəmizi yerləşdirəcəm. Yəni, s-imiz bərabərdir 4x-im. N-in də yerinə dedik ki, omega t bölünsün 2 pi-ni yazacaq. Belə. İndi qoyaq, hər şey hazırdır. Yerinə tapaq. Bizdən sadəcə buradan zamanı istədi. Zamanı istədirsə, onu da belə eləyəcəm.
zamanımızı tapıramsa, bunun yanındakılar hamısı məxrəcə düşür. Yəni, zaman bərabərdir məxrəcdə 4x-im vurulsun omega. Məxrəcimizdə bunlar yazılır. Sürəti isə S2P-yə vurularaq yuxarı qalxacaqdır. S vurulsun 2P. İndi qoyaq yerinə. S verilən yol 1-dir. 2 vurulsun. P-miz 3-dən ibarətdir. 4 vurulsun. X-in bizdə 0,5-dir. Və omeqamız da nə qədərdir? Omeqamız, omeqanı bayaqlardan tapmışdıq, 5 idi. K ilə M-in sayəsində omeqamızı tapmışdıq. Bu da 5-dən ibarətdir. İndi sadələşdirirəm. Deməli, biz buradan 4-ü vurduq 5-ə, bu elədi 20. Yazaq bunun yerinə 20-ni. Sonra 20-ni vuranda 0,5-ə böləcəkdir 0,1. Məxrəcimiz 0,1-dir. Burada 2 vursun 3 var. 2-ni də 3-ə vuranda belədir 6. 6-nı da 0,1-ə. Bu uşaqlar üzr istəyirəm. Bu 1 elədim. 6-nı da 1-ə böləndə bu da eləcəkdir. Zamanımız 6 saniyədən ibarət. Yəni 66-cı sualda cavab 6 saniyədən ibarət olacaqdır. İndi isə 67-yə baxaram. Kütləsi 100 qram olan cisim sərtliyi 40 Nm olan yaya bağlanıb üfüqi müstəvidə 10 sm ampulda rəqs edir. Cisim tarazlıq vəziyyətindən 8 sm məsafədə olanda onun sürəti nə qədər olacaq? Verilənlərimizi qeyd edək. Kütlə bizə 100 qramdırsa kiloqrama çevirmək üçün 1000-ə böləcəm. Olur 0,1 kiloqram. Sərtliyimiz K, yəni bizə verilibdir 40 Newton bölünsün metrdən ibarətdir. Burada deyir ki, üfüqi müstəvidə 10 sm amplitud. Amplitud deyirsə, demək ki, bu onun x-inin maksimumudur. 10 sm-dir və tranzit vəziyyətindən sonra da bir məsafəmiz verilibdir. O adi x-dir, yəni onun ayağına iş atmayacağım. Bu olur 8 sm və bir də deyir ki, sürətin modulunu tap. Demir sürətin maksimumu, amplitudunu tap demir. Sadəcə ani sürəti bizdən soruşur. Ümumiyyətlə, biz bilməliyik ki, bir fizik əməliyyatın həm özünün maksimumu, həm də onun ani qiyməti verilirsə, o zaman həmişə biz tam enerjimizin düsturunu yazmalıyıq. Tam enerjimizlə bərabər idi kinetik enerji ilə potensial enerjimizin cəmini. Buradan bizdən sürəti soruşduğuna görə, onda buradan enerji olaraq biz kinetik enerjimizi tapmalıyıq. Kinetik enerjimizi tapanda tam enerjidən potensial enerjimiz çıxılmış olacaqdır. Əgərlərim x-im görürəmsə, tam enerjimizin yerinə kx-imin kvadratı bölünsün 2-ni yerləşdirirəm. Tamın yerinə yazıram. Kx-imin kvadratı bölünsün 2-dir. Bu da potensial enerjimizin yerinə sadəcə kx-in kvadratı bölünsün 2-ni yerləşdirmiş olacağam. Biz sonra görürük ki, k bölü 2-lərdən eynidir. Elə qoy qalsın bu belə hələ ki. Sürətimizin yerinə, kinetikin yerinə sürətin əlaqəli düsturunu yazıram. Onda kinetikin yerinə yazacağam ki, m v-nin kvadratı bölünsün 2. Bu biri tərəfimizdəkiləri köçürdürəm. Kx-in kvadratı bölünsün 2. Bir də kx-in kvadratı bölünsün 2-dir. Buradakı bu 2-lər ixtisar olunur hamısı. Qalır bu şəkildə. Bax, axır ifadəmiz budur bizim. Sürəti tapmaq üçün, gəlin hələ birinci buna bax, burada görsən k-lardan eynidir. K-lar çıxır mürtərizə kənarına, olur belə. MV-nin kvadratı bərabər k çıxır mürtərizə kənarına, olur x-in kvadratı çıxılsın x-in kvadratı və sürətimizi tapmaq lazım olduğu üçün bizdən sürətin yanındakı kütləni atıram məxrəcə. Yəni, bu da qalır bu şəkildə. Sürətin də başı kvadrat olduğuna görə bunlar da girəcəkdir kökün altına. İndi isə hər şey demək olar ki, hazırdır əlimizdə. Sadəcə verilənlərimizi yerinə qoyub köçürtmüş olacaq. Deməli belə, sürət bərabərdir. Sərtlik bizə verilibdir 40. Kütlə 10-dur. Buradan yazıram 10. Üzr istəyirəm, kütlə 0,1-dir. X-imiz bizim burada 10-dur. Onun da kvadratı bu eləcəkdir 100 çıxılsın. X də 8-dir. 8-in də kvadratı olacaqdır 64. Deməli, 40 bölünsün 0,1. Bu 400 deməkdir. Bura 400 yazıram. Kökün altında. 100-dən 64 çıxanda bu 36 eləyir. İndi sadələşdirib bunu kökün altına çıxaraq 400 kökdən 20 çıxır. 36 kökdən 6 çıxır. 20-ni 106-ya vuranda bu elədir 120. Deməli 120 santimetr bizə lazımdır bunu metrə çevirmək. Çünki mən bunları bayaqdan da santimetr şəklində yazırdım. Metrə çevirmək üçün də bu 100-ə bölünəcəkdir. Onda olacaqdır. Sürətimiz 1,2 metr bölünsün saniyədən ibarət olacaqdır. İndi isə 68-ci suala baxaq. Bu sualımızda isə
Sərtliyi 64 Newton metr olan yaya bağlanmış 100 qram kütləli cisim üfüqi müstəvidə 7 sm amplituda rəqs edir. Cisim tarazlıq vəziyyətdən 3 sm məsafədə olanda onun impulsu nəyə bərabər olacaqdır? Yenə verilənlərimizi qeyd edirəm. Sərtliyi 64 Newton metr, kütlə 0,1 kiloqram dedik burada. 7 santimetr var, bir də 3 santimetr var. Məlum ki, ən böyüyü xm olacaqdır. Xm bərabərdir 7 santimetr. Sonra adi qiymət olursa məsafə, bu artıq bizim x-imizdir. X isə bərabərdir 3 santimetr. Bir də bizdən impulsun modulunu soruşur. Demək belə. İndi isə biz neyləyəcəyik? Yenə görürəm ki, xm də və x də varsa, deməli tam enerjimizin düsturunu yazırıq. Tam bərabərdir. Kinetik enerjimizlə potensial enerjimizin cəmini. İmpuls olan yerdə kinetik enerjimiz olar. Onda kinetik enerjimizi tapmaq lazımdır bizə. Kinetik də bərabərdir. Tam enerjidən potensial enerjimizi çıxmış olacaq. Sonra tam enerjimizi yazmaq üçün görürsən K var, xm var. Tam enerjimizin yerinə yazıram ki, K xm-in kvadratı bölünsün 2 çıxılsın. Potensialını da yerinə yazacağım ki, bax budur K-dır. Bunları yerləşdirəcəm. Onda olur bu da belə. K x-in də kvadratı bölünsün 2-dir. Və burada buraya üzr istəyirəm. Kinetik yazmalıdım. Niyə səhvim belə gedibdir bu? Bu kinetik enerjidir. Kinetik enerjimizin də yerinə artıq biz nə yaza bilərik? Bax, burada kütlə var, impuls vardı ya. Kinetikin də yerinə P-nin kvadratı bölünsün 2M-mizi yerləşdirə bilərik burada. İkilərimiz atılacaqdır. Bu şəkildə x olunur gedir. Bax, belə qalır. İndi impulsu tapmalıyam. Impulsu tapanda, bax, bunlara belə çarpaz şəkildə vurulacaq. Yəni, olur belə, impulsun kvadratı bərabərdir. M bunlara çarpaz vurulur. Qalır, bu cür olur da. Kxm-in kvadratı çıxılsın Kx-in kvadratı. Yenə də biz görürük ki, burada K'lar eyni olduqlarına görə K'lar mötərizə kənarına çıxır. Olur belə M vurulsun K. Mötərizənin içində xm-in kvadratı çıxılsın x-in kvadratı şəkildə olur. İmpulsun da başında kvadrat olduğu üçün bu ifadələr girəcəkdir kökün altına. İndi verilənlərimizi qoyaq buradan köçürdək. İmpuls bərabərdir. Deməli, kütləmiz görürük ki, nə qədərdir? Kütləmiz bizə 0,1 veribdir. Bunun yerinə 0,1 yazırım. K-mız sonra 64-dür. Bunun yerinə 64 yazırım. Bu ifadələr kökün altındadır. X-im nə qədər idi? X-im 7 idi, X-i də 3 idi. Onda 7-nin kvadratı elədi 49, X-in də kvadratı 3. O da elədi 9. Deməli, indi sadələşdirərək buradan 0,1 vurulsun 64 var kökün altında. 49-dan 9 çıxanda bu da elədi 40. Bu cür şəkildə yerləşdirdik. Sonra 0,1-i 40-a vuranda bu elədi 4. Buradan 4 elədi. İndi də 64 kökdən 8 çıxacaqdır. Qoy buradan yazaq kənardan. 64 kökdən 8 çıxır. 4 də kökdən 2 çıxdığına görə 8 ilə də 2-nin 8-i də 2-yə vuranda kökdən azadlardır. Artıq bunlar elədi. İmpulsumuz 16. İndi biz bunu nə tapmışıq? Biz bunu 16 santimetrə görə tapmışıq. Bizə isə lazımdır bunu metrə görə çevirin. Bax, görürsən santimetrə. Bayaqdan heç mən bunu çevirməmişəm ki. İndi yazıram ki, bizim impulsumuzun qiyməti 16 santimetrdir. Bunu da metrə çevirmək üçün 100-ə bölmək lazımdır. Bu da eləyəcəkdir 0,16 metrdən ibarətdir. Belə əziz izləyicilər, ümid edirəm izahlarım sizə aydındır. Belə videoların davamlı olmağını istəyirsinizsə, kanala abunə olub videonu bəyənib və həmçinin paylaşmağınız kifayət edər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, Allah'a emanet.